Geldik 23. suala. Deyir ki, belə bir networkumuz var. Deyir ki, bu çox interesli sualdır. Başqa suallara oxşamır. Yəni ən interesli sualdır buradakı. 10.0.0 qalınlaşdırmışam biraz. 10.0.0.08 deyilən bir networkumuz var. Deyir ki, bunu biz 8-i 16-ya çevirsək, yəni bu belə olsa 10.0.0.016 olsa, homeni subnet yaradar. Bu düsturlandır. Düstur 2 üstü əvvəlki, daha doğrusu sonraki çıx əvvəlkidir. 2 üstü sonraki çıx əvvəlki. Yəni bunun izahı yoxdur da, belə deyim. İzah var ya, çox dərin izah var. 2 üstü 16 çıx 8-dir. 2 üstü 8-dir. 256-dır. Bunun düstur kimi yadda saxlayın ki, 16-dan 8-i çıxıb 2-nin üstünə qaldıracaqsınız.